Ulu Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 329. bölümüne başlarım Allah'ın lütfu ve keremiyle. Dünenleri Zəfərnamə adlı bir kitaba baxdıq. Adından belə nəzərə gəlir ki, bu savaş tarixi ola bilər. Amma sonra gördük ki, zəfər kəlimələrin, sözlərin türk, müsəlman kimi bilməklədir. Yəni, o zamanıcan ki, dili və kəlməni düz bilməyəsiz, zəfəriz yoxdur. Çünki bizim beynimizi bizim beynimizi sözlər şəkil verir. Bizim adamlığımızı, insanlığımızı dil şəkilləndirir və dildə işlənən sözlər mənasız, anlamsız deyirlər. Hər sözün içi bir dəryadır, bir okyanusdur. Onun içində tarix var, onun içində uyğu var, onun içində anlam var, onun içində toplumun istəkləri var, baxışı var. Toplum onu necə görür, necə anlır, onlar hamısı onun içindədir. Bu kitabda, yəni Zəfərnamə kitabında bir çox şey gördük. Kəlmələri gördük ki, onların anlamın bir türk, müsəlman türk olaraq onların anlamın şey eləməyə çalışır. Bu Zəfərnamə idi. Əlbəttə bundan öncə Təbəqat-ı Sufiyyə var, onu yadımızdan çıxartmışdıq. O Təbəqat-ı Sufiyyəyə indi bu günləri bir göz ataq, görək ki, Təbəqat-ı Sufiyyə Zəfərnamə. Görək ki, bu Təbəqat-ı Sufiyyə nə deməkdir? Dünən biraz bu kitaba baxdıq, üst-üstə zahirinə, kağızı necürdür, necür görünür. İndi fəqət çox hızlı buna baxacağım. Bir dəqiqənin içində kitabın özünə baxacağıq. Kitabın cildini görürük, çox əla bir cildi var, gönnəndir, 2 qat göndür. Kitabın sonralar üstünə yazılan, cildinin içinə yazılan Təbəqat-ı Sufiyyəni görürük və ikinci səhifədə bir nəfər ki, bu kitabı alıbdır, ona da tarix qoyubdur, onu görürük. O da yazıbdır ki, 927-ci ildə Futuhel Mücahidin li tərvici qulubil mu'təqidi belə bir şeydir, yazıbdır. Mütəaydin belə bir şey yazıbdır. Onu burada görürük. Ondan sonra bir səhifə yenə boşdur. Kitab Süleymaniyyə kitabxanasında saxlanır. Bu birinci səhifəni zaten görəcəyik və sürəti mən burada çoxaldım. Gedim hər 50 səhifədən, 100 səhifədən bir dana görək. Çünki bu kitab 800 səhifəlik bir kitabdır. Görürsünüz indi burada. Çox ciddi bir kitabla qarşı-qarşıyıq. 211-ci səhifəyə gəlirik. Bəzi kəlmələr qırmızı, bəzi kəlmələr üstündə xətt çəkilibdir, qırmızı xətt çəkilibdir və çox ciddi bir kitabdır. Görürük, gedək 300-cü səhifədən də baxaq. Bu səhifələrdə çox böyük insanların adını bilirik. Bu böyük insanlar ki, deyirik, bunlar şey deyirlər, yəni 488 və kitab qutardı üstündə əslində. Kitabın əvvəldə bir tarixin yenə də oxuyaq. Bu kitabın bir alınma tarixi vardır. Dedik ki, alan yazıb onun üstündə. Bir də bu kitabın xəttatlıq eləyən, nəssaxlıq eləyən tarixi vardı. Onu da indi burada yazaq. Deyir ki, Tarixül İtmam. Şeirlə kitabda, buranın şeirlə deyir ki, Bəhəmdülillah işbu kitab-ı hümam külli sədvərək gibi sudurək kimi meşkini fam. Bunu heç bilmirəm nə cür oxuyayım, ona görə sədvərək də oxumaq olur. Amma sədvərəqin anlamı olmadığı üçün sudurək olacaq sadir olmaqdan. Külli sudurək kimi meşkini fam xitam alır hər dəm andan göcül buye
Can olur olur seyr edenler rəxtini şadkam. Sərasər tulu nəfxi insüdür. Sərasər dolu. Sərasər tolu nəfxi insüdür. Ki quds əhli andan pür eylər məşam. Hakkın ovnu fəzlindən ayrıb mədəd ki hicrət hesabında tarix am 927 idi. Pes Rəcəb ayı içində oldu tamam. 927-də bu kitabın yazmağı tamam olubdu. Əsl tarix budur. Və sallallahu teala ala seyyidina Muhammedin xeyril ənami və ala alihil kirami və əshabihil izami və ala əimməti əhlil islami və mən təbəəhum ilə yevmil qiyami. Yazan kimdir? Hərrərəhu Əs-Seyyid Muhammed Əl-Uni İndi buranı yazaq. Əvvəl bu kitabın adı oldu. Ad Təbəqat-i Sufiyyə. Yazar, nüsxəçi əlbəttə yazaq. Nüsxəçi, görək ki, yazar kim olacaq. Nüsxəçinin adı Seyyid Muhammed, ağa olduğu üçün də bu ağa. Əl-Uni Ət-Tuqari Tuqatı İndi Tuqat olardı. Buralıdır. Ha zaman yazıbdı? Tarixi İndi burada diqqət eləsək dedi ki kitabın yazılma tarixi neçə idi? 927 hicri qəməri. Yəni neçə il bundan öncə? Əvvəl bunu bir hesablayaq. Görək ki, indi 1447-ci il bundan çıxsaq 927 kitab 520 il bundan öncə 520 il öncə yazılmış olub. Bu biri. Amma indi bu adam ki nüsxəliyibdir, adı da oldu Seyyid Muhammed Uni Tuqadi. Bu Qəfərallahu ləhu və li valideyhi və li cəmi'il müslimin. Səniyi nüsxə tarixi yazaq. Nüsxə tarixi. Bu adam bunu ha zaman yazıbdı? Hangi tarixdə? Səniyi tis'ə settinə və mi'ə. Mi'əteyn və əlif. Tis'ə və settinə və mi'əteynə və əlif. Əlif min, mi'əteyn 200, settinə və tis'ə, settin, indi mən burada 67 mən yazıram, amma baxaq görək ki, bunu yazsaq nə deyəcəkdir? Səniyi, əvvəl xəttimizi çevirək. Səniyi tis'ə və settinə və mi'əteyni və əlif. İbarət səniyi tis'ə və settinə və mi'əteyni və əlif əski ərəbi Osmanlı tarixi yazma təriqələrindəndir. Bu ibarətdə ədəd ibarətdir. Tis'ə 9 ədədlər belə həll olunur. Pəs tis'ə 9, mən bunu iştibahi yazmışam. Settin, əslində settin 60 deməkdir. Mi'əteyn 200, 1269. Yəni yazı çox uzun zaman bundan öncə yazılmayıbdır. Bunu əgər gətirsək 1447-ni vursaq, bundan çıxsaq 1269 çıxsaq 176 8 il bundan 178
il öncə nüsxələnmiş olar. Bu kitabın əsli əlində gördük, özündə bu bizi yetər. Qeydaq kitabın özünə başlayaq, görək ki, əlbəttə kitabın özünü başladıq da, yəni əvvəldə əsli ittilaatı aldıq. Burada dedik ki, yazıbdır 927, elə həman tarixə düşür. Nə cürsə 927-də elə bu adam o kitabı, tarixi burada düz yazıbdır. Dünən bunu səhv demişəm ki, bunlar ikisi bir deyil. Kitabın birinci səhifəsində bir gözəl nəqqaşi və kitabın çox yerini rəhləyibdir. Əslində, hətta yazıların altın rəhləyibdir. Bura bir baxaq, nəzərə gəlir ki, birinci səhifə, bir səhifə yarım üst-üstə ərəbcə danışır. Mən buranı çox sürətlə, əlbəttə diqqət eləməliyik, çünki ərəbcə bizim elmi dilimiz olubdur türklərin və siyasət dilimiz olub, hüquq dilimiz olub. Bunun üçün də bizə önəmlidir. Çünki bu kəlmələrin hərəsində ərz elədiyim kimi bir tarix var. Deyir ki, Bismillahirrahmanirrahim. Nəhnu nəqussu ələykə əhsənil qisəsi bima əvhayna iləykə haza əl-Qur'anu və in kunta min qəblihi ləminəl qafilin zalikə min ənbai əl-qeyb nuhihi iləykə in huvə illa zikrun lil-aləmin. Əlbəttə, bu da çox cəlib bir ayədən başlayır, Qur'andan ayələrdir bunlar. Oradan başlayır ki, biz buranı sənə elədik, göndərdik və in kunta min qəblihi ləminəl qafilin. Sən qafillərdən idin bu vəhyi gəlməmişdən öncə. Zalikə min ənba'ul qeybi nuhihi iləykə in huvə illa zikrun lil-aləmin. İftitahi nəfəxati ənfas ərbab ünsünə hər nəfsi məhəbbə nə deməkdir bilmirəm. Bu əsl ömrümdə bunu görməmişəm, amma baxım görüm ki, nə gələcək bu. Hidayət heynəndir. Nə deməkdir? İndi buna ərəbcə cavab verəcəmsə, yaxşı ki, nə deyim buna ki, türkcə yazmadan, türkcə yazmadın. Unutdun. Bağışlayın, haqlısınız, yadımdan çıxdı. Əski yazılarda və əlyazma nüsxələrdə məhəbbə müfəəl vəznində həbəb kökündən gəlir və yel, külək, əsən yerə deməkdir. Lüğət baxımdan yelin əsdiyi yer ya da başladığı səmt. Məsələn, məhəbbi şumal, yəni şumal yeli. Cəlibdir, bu türkcədir, görən kökü hardan gəlir dedi. Kökü hangi dildədir? Kökü, sözün kökü haqqında dilçilər arasında bir neçə baxış var, amma ən güclü ehtimal bunlardır. Pəhləvi və fars dili, türkcə ilə əlaqəsi, türk dilində kök sözü var ki, əsas kök göy mənası verir. Kök göy mənası verir. Amma qədalar bölümündə Azərbaycan mətbəxində kökü böyük bir yer tutsa da, dilçilərin hər halda gedək buradan görək nə deyir. Dedi ki, iftitahi nəfəhati ənfasi ərbab-ı ünsünə hər nəfəsi məhəbbi mülatifə-i rububiyyətdən hubub eylər ki, hubub enmaqdır. Dedik ki, bu da insünə, insanlara hər nəfəsi mühibbi, nəfəs əsən yer, ürəkdən, indi haramız desaq, mülatifə-i rububiyyətdən hubub eylər ki, İnnə fi əyyami dəhrüküm nəfəhatun illə fətərizû ləhə şul cəmilün həmdi həvasindəndir ki,
مرایی قلوب اولiyai cemal vəç kəriminə bir vəç ilə məcali eyləmişdir ki, mən rahum zəkkerallah və ibtidai rəşəhati müfavizati əshabi qudsunə hərdən məsəbbi məsəbbi də bilirsiniz, o su ki tökülür dənizə, oranın tökülən yer ki biz yayılır, oradır. Hələ dənizə tökülməyib, ora ki gəlir dənizə tökülür, orada deyir. Hərdən məsəbbi müatifi əhədiyyətdən faiz olur ki, qədbidir, nə mənədir bilmirəm. Qəlbil mümini yənbu'u min yənabi əl-hikəmi fəşribu minha ulə. Öləcəlik, cəlilin şükri. Ölə cəlilin şükri səfasındəndir ki, məşarib ərvah əsfiyayi cəriyani feyzi əmiminə bir mərtəbədə dəvvali qalmışdır ki, la yəcri əla nisanihim illa iyyahu bir əhəddir ki, ənqay bəsirət ovc havay hüviyyətində mürği xanə gibi şikəstə balıdır. Bir səməddür ki, humay ruhaniyyət əşəyi ənvar əhədiyyətində şəppəri misal xeyri çeşmi müstəribül halidir. Nəzm, qırmızıca yazıb, yəni buradan bizə şeirdir. Bir şeir kimi bir şey deyəcək, biz şeir deyirik hər halda bilmədiyimizdən ki, fərqlər nədir? Hüvəlləzi ənşəəl əşyaə mübtədiən fəkeyfə yədrükühü müstəhdisun nəsəmi. Keyfiyyətün nəfs ləysə, ehtimalən şeirin davamıdır. Keyfiyyətün nəfs ləysə limurai yudrikuha. Keyfiyyətün nəfs ləysə limər'i əl-məra. Keyfiyyətün nəfs ləysə əl-mura'u yudrikuha. Keyfə keyfiyyətül cəbbari fil qədəmi. Subhanallah əmmə yəqulu zalimunə uluvvən. Burada kağız cırılıbdır, oxunmur. Ehtimalən üstə də ki, biraz çətin oxudum, onu da elə cırılmışdı ona görə. Burada hamı əsla düşmür. Bir həkimidir ki, izhari bütuni qudrəti və ibrazi kövni hikməti üçün aləmi xəlq eyləyib, ihdai rüsul və ənbiya etdi. Və bir əlimidir ki, sirri səryan, ehtimalən olacaqdır, bu da burada su tökülüb gedibdir. Sirri səryan-ı vücud-i sarisini sərayəməyi ibadinə kəşf üçün və hücb-i əkvan-ı mütəvarisi bəsairi ibadindən rəf üçün ovliya və əsfiya göndərdi. Və bu cümlənin içindən məcmə-i kəmalat dolan, ehtimalən olan olsun, məcmə-i kəmalat olan zat-ı pakinə Həzrəti Muhammed əl-Müstəfayı məzhər eylədi və onun ruhi şərifini və nuri lətifini sümmə xələqəl əşyaə min nuri müqtəzasıncə cəmi-i həqaiqi əkvanə məstər eylədi. Nəzm, gəndə bir şeir kimi bir şeydir. Hüvəl həbibülləzi tərca şəfaətəhu likulli havlin minəl əhvali müftəhəmi fəinnən nəbiyyinə fi xəlqin və fi xulqin və ləm yədənuhu fi ilmin və la kərəmin. Və nəbi-i ümmididir ki, bir nəbi-i ümmididir ki, ümmid mı təşdid qoyubdur. Ümmididir ki, lisan-ı hikmətlə natiq olmuşdu. Dəxi Adəmi çox gözəl xəttinə, çox gözəl. Yəni əgər bu şey olmasa, demək olar ki, orada burada bəzi kəlmələr biraz mənə çətin gələ bilir.
çox gözəl yazıbdır və anlamalı. Mən yəni anlıram. Düzdür, ərəbcədə çoxu burada intişlədir. Mən də baxdım, dedim bəlkə ərəbcədir. Amma vaqiət budur ki, türkcə cümlədə ərəb işlədibdir. Yəni cümlə ərəb deyil, cümlə quruluş türkcədir, içində ərəb kəlmələr də işlədibdir. Bu da raicdir. Elə indi də Amerikada, Kanadada, Avropada yaşayanlar görürsünüz ki, vəsətdə bir İngiliscə kəlmələri də dalbadar soxurlar ki, yəni mən də bu dili bilirəm. Əlbəttə dediklər, o zamanda Quran dili, ərəb dili, Allahın dili hesab olaraq türklər də bunu çox uzun zaman Allah dili deyə, ərəb dili deyə, elm dili, hüquq dili eləmişdilər. Din dili də eyni halda. Bir nəmiyyə ümmididir ki, lisan-ı hikmətlə natiq olmuşdu və dəxi adəmi şey-i məzkurədən ikən şey-i məzkur dəcil ikən, yəni hələ bir şey olmamışdı, Adəm yaranmamışdı. Dəxi Adəm şey-i məzkur dəcil ikən və bir mürsəli müfəzzəl idi ki, cəvami-il kələm birlə kəramət bulmuşdu. Dəxi qələmi katib və levh-i məsturə dəcil ikən, hətta dilmuhr məstur da deyildi. Sallallahu teala aleyhi və alə alihi teyyibin və əshabihi tahirin və mən təbəəhu ilə yevmiddin və səlləmə təslimən kəsirən əmmə bəd. Qırmızı yazmam bəd. Kitab buradan başlayır. Bu kitab-ı şərif ki, ərbab-ı təriqətün və əshab-ı həqiqətin qəddəsallah teala əsrarəhum və zadə fid-dareyn ənvarəhum məqamat-ı illiyyəsi və kəramat-ı səniyyəsi bəyanındadır. Müqəddəmən mənaqib-ül əbrar. Müqəddəmən. Müqəddəma kimi yazıbdır, əlif ilə, onu görə müqəddəmən oxuyuruq. Müqəddəma naqidi mənaqib-ül əbrar və cami-i ma'asir-ül əxyar Mevlana Abdurrahman ibn Əhməd Cami. Yəni ehtimalən bir də oxusamırım. Müqəddəmən naqidi mənaqib-ül əbrar və cami-i ma'asir-ül əxyar Mevlana Abdurrahman ibn Əhməd el-Cami təğəmmədəhünnə-Allah bilütfihi əs-sami. Kəndi lisan üzərə Mevlana Caminin bir lisanı nədir? Farsi ibarət ilə bəyazə gətirib bu böyle buyurmuşdur ki, Şeyx İmam alimi arif Əbu Abdurrahman Məhəmməd ibn Hüseyn Səlmi Ən-Nisaburi qəddəsallah teala ruhəhu məşayixi təriqət ki kübərai din və üləmai əhli yəqindir ehtimalən və ulum-i zahiri və batini camiləridir. Qəddəsət əsraruhum əhvali və siyeri bəyanında bir kitab-ı cəm'iliyüb adını Təbəqat-ı Sufiyə qoymuşdur. Bu kitabı kim yazıbdır? Cami yazıbdır. Bir şeyxin Məhəmməd ibn Hüseyn Selmi Nişaburi ki özü deyir şeydir, ehtimalən bunun haqqında bir kitab deyir yazıbdır. Amma biz oxuduğumuz kitab deyil, yəni o bir ayrı kitabdır. Və o kitabı 5 təbəqə üzərinə bağlamışdır və hər təbəqəyi bir cəmaətdən ibarət eyləmişdir ki, bir zamanıda ya əzmini mütəqaribədə ənvar-ı vilayət və asar-ı hidayət onlardan zuhura gəlmiş ola və müridlərin və müstəfidlərin səfər və rihləti və əzm-u müraciəti onlara olmuş ola. Rihlət ölüm mənasında deyil əslində bu da. Biz deyirik. Rihlət yəni gəlib getməsi. Səfər və rihləti, səfər eləməkləri və gəlməkləri, getməkləri. Və hər təbəqədə məşayixdən və bu taifənin əimmi və üləmasından 20 kimsənə zikr etmişdir. 20 nəfərin hər təbəqədə 5 yerə bölmüşdür, 5 təbəqəyə və hər təbəqədə 20, yəni 100 dana böyük insanın adını, hər təbəqədən 20 nəfərin adını gətirib odur.
ve her təbəqə məşayixdən və bu taifənin əyimme və uləmasından 20 kimsənə zikr etmiştir və məqam və vaxti muqtezasınca onların kəlamat-ı qudsiyə və şəmail-i mərziyəsindən təriqət və ilm və halətü və onların sirətinə dəlalət edən asarını bəyana gətirmişdir. Və Həzrəti Şeyxülislam Kəhfil Ənam Nasır-ı Sünnəti Qavmi-il Bid'əti Əbu İsmail Abdullah ibn Muhammed Əl-Ənsariyyəl Hərəvi. Bu da bir alimdir. Ehtimalə o Ənsari, məşhur Ənsari olacaq. Mən bilmirəm əlbəttə, odur ya yox. Qəddasallahu Teala ruhahu məcalisi söhbətində və məcami təzkir-u muizzətində ol kələmat və əhvali imla buyurmuşlardır. Pəs bu Muhammed el-Ənsari İsmail Abdullah Əbu İsmail Abdullah ibn Muhammed Əl-Ənsariyyəl Hərəvi, bu da təzkirə məsailində gəlib bunları deyibdir. Və məcami təzkir-u muizzətində ol kələmat və əhvali imla buyurmuşlardır. Və ol kitabıda dərc olmayan bəzi məşayixin sözlərindən və kəndinin bəzi əzvaqi məvacidan irad edib ol kitabı artırmışdır. Pəs həm o kitabı deyibdi, yazıblar danışanda, həm də özü bir də ayrı adamları əlavə edibdi. Bəzi məşayixin sözlərindən və kəndinin bəzi əzvaqi məvacidan irad edib ol kitabı artırmışdır. Və Həzrəti Şeyxülislamın müridlərindən və mühiblərindən birisi Həzrəti Şeyxin ziyadə etdiklərini qeyd-i kitabətə gətirmişdir. Əlhəq ol bir kitabdır lətif və bir məcmuədir şərif. Bu taifi illiyənin, yəni firəqi sufiyənin həqaiq maarifini və dəqaiq lətayifini müştəmil. Amma çün ol məcmuəyi əhd mə'hudidə olan zəban hərəvi qədim üzərə olmuş, qədim hərəvi dilidir. Ehtimaləm də hərat olacaqdır, bilmirəm, hərəvi hara deməkdir. Olmuş və kitabların təshif və təhrifləri ilə, diqqət buyurun, o zaman bunu bilirmişlər, kitabları həm təshif edirlər, həm də təhrif edirlər. Kitabların təshif və təshif səhifələndirməkdir da, təhrif də içində bəzi şeyləri değişdirməkdir. Bir mərtəbəyə ərişmiş ki, çox yerlərində fəhmi məqsud səhulətlə əl verməz. Həm bəzi mütəqəddiman məşayixin zikri üzərinə iktisar olunmuş və bəzinin zikrindən və Həzrəti Şeyxülislamın və onun əsrində olanların və ondan mütəəxxir gələnlərin bəyanındadır. Üzr istəyirəm, mütəəxxir gələnlərin bəyanından xali düşmüş. Məzkur Mevlana Cami rəhmətullah Teala eydir deyər. Neçə kərrə burada kəlmə mütəəssifanə giyilib gedibdir, bilmirəm ki, nə mənə oxunacaqdır. Ehtimalən neçə kərrə bu fəqira xatirindən, ehtimalən fəqir olacaqdır, fəqiran. Neçə dəqiqə bu fəqirin xatirindən xutur etdi ki, vüs və taqət miqdarınca anın təhrir və təqrirində kuşiş göstərilə. Ol kitabidən məlum oluncələri ruzigarıdə mütəarif olan ibarat ilə bəyana gətirilə. Və məlum olmayanlar setru kitməndə qutula.
və axər mötəbar kitablardan bulunan mənaqib pəsəndidə və məarif səncidəyi ana izafət edib levh-i təbyanidə rəqəm qılınə. Yəni bir dənə ayrı kitab var, adı nədir? Mənaqib pəsəndidə və məarif səncidə. Və şul cəmaətün ol kitabidə və bu şul cəmaət ki, ol kitabidə zikr olunmamışdır, veladetlərinin və vəfatlərinin tarixləri ilə əhval və məqamati və əqval və kəramati irad olunə. Amma vufuri əlayiq və hücumi əvayiq vasitəsilə müyəssər olmadı. Anadək kim tarixi, hanki anadək o tarixə kimi, anadək özü an və dək, anadək o ləhziyə ki, nə idi onun adı? O tarixə ki, tarix demək olur burada an, tarixi səni ihda və səmaninə və səmanə miə 991-ci iləcən. Kitabı bu ildə yazıb. Dedik ki, bu nüsxənin tarixidir. İndi kitabın yazılma tarixi 991 Hicri qəməri. Yəni indi bu kitaba 7 il çəkib bu kitabı yazsın, ya 8 il. Dedi ki, hangi kitabda 6 il. 6 il keçib bu kitabı yazsın. Yəni 91-dən başlayanda gedək əvvəl bunu hesablayaq. İndi 1447-ci ildik, bundan çıxsaq 991-i o cür oldu da. 456 il bundan öncə. Nə cür oldu? Qələt oldu, elə iştibah yazmışam. Yox. Nə cür oldu? Kitabın yazılma tarixi, yəni nüsxə tarixi. Qurtuluş tarixi, yazılma deyil. İtmam tarixi. Bunu buradan xərələyək. Üstünə ayrı rənginə yazaq ki, İtmam tarixi. Bu da başlanğıc tarixi. Kitabın başlanğıc tarixi 991-də olsa, burada düz, onda 456 il olur. Amma nədir olur ki, onda bəs biz qabaqçın iştibah hesablamışıq. Bir dana da onu hesablayayım saçdan. Dedik ki, 1447-ci ildən çıxsaq 927. Aha, bu 927. Bəs burada nə cür olur? Bu 927 olur. Bu isə 991 olur. Bu ola bilməz. Bunların birində mən iştibah eləmişəm, ya da orada iştibah olubdur. 810'da olacaq bu. Bunu mən yazım. Səmanə 8-dir, düzdür. Amma burada yazım, bunu soruşaq. Səniyin ihda və səmaninə və səmanə miətə. Nə deməkdir? 881. Mən bu ərəbcə ədədlərə əgər görürsəm, kitab 881-də başlanıb. Yazılma tarixi bu ildə başlanıbdır. Hicri qəməri. Yəni indi bunu hesablasaq, çünki gördüm orada cür gəlmir. İndi bunu hesablayaq. 1447-ci yox. Buradan çıxsaq 881-ci ili mən nəcür oldu? Niyə belə oldu? 1447-ci il yox. Bundan çıxsaq 881. Bu olar 596 il öncə. 596 il öncə. Çox gözəl oldu. İndi bildik ki, bu kitab əslində 881-ci ildə, yəni
596 il öncə başlanıb yazılıbdır. Neçədə qutarıbdır? 926-da qutarıbdır. Yəni kitabın yazılması 26 il oradan, 27 il oradan, 19 il, az qala 40 il bu kitabın yazması çəkibdir. Wow. Çox ciddi bir iş. Bir də buranı oxuyaq. Axirdəki tarixi bir də kontrol edeyim. Gedim əvvəl axirdəki tarixi kontrol edeyim. Dedi ki 927 idi pəsər ya pəs 927-də yazıbdır. Bu adam da sonra 1269-da nüsxəliyibdir bunu. Tamam. İndi də dedi ki 881-də kitabın yazması. Kitabın əzəmətə bax, yəni təhqiq gör neçə il çəkibdir. 40 il bir dana təhqiqə vaxt qoyublar. Allahu Əkbər. Əcəb, əcəb insanlar beləsi yazılmışlar. Yəni mən indi burada bir dana mühasibə eləməliyəm. Deyək ki, yazı müddəti 927 ondan çıxsaq 881-i 927-dən çıxsaq 881-i vəsətdə qalar 46 il. 46 il mən hələ deyirdim ki az. Kitabın yazılma sürəsi 46 il sürüb. Yəni təhqiqin uzunluğuna siz baxın. Bunun yəni bizim Allah çox əcib. Bir də baxın. Adoluna. Amma vufur əlayik və hücum əvayik vasitəsilə müyəssər olmadı. Ana dəkkim tarixi səni ihda və səmaninə və səmanəmiə 881-ci tarixə qədər səmanədə dərvişlərlə mühib və müntəqid əcəba. Görün bu nədir? Dərvişlərlə, mən bunu bir şey eləyim. Burada müntəqid nə anlamda işlənir? Dərvişlərlə mühib və müntəqidi. Görək nə deyir burada? Bu mənada nə çıxadır? Deyir, ibarət dərvişlərlə mühib, mən mücib yazmışam, bunu mən əvvəl dəyişdirim. Mühib. İbarət dərvişlərlə mühib və müntəqidi Osmanlı türkcəsindədir və mənası belədir. Dərvişlərlə, dərvişlər ilə, dərvişlərə qarşı. Yox, qarşı deyil. Dərvişlərlə bir yerdə, bərabər. Mühib, sevən, məhəbbət bəsləyən dost. Müntəqid, tənqid edən ibarə, eyb və nəqsünü göstərən. Bu səbəbdən ibarətin mənisi təqribən belədir. Dərvişləri sevən və onlara, yox, dərvişlərlə mühib və müntəqidi və mütəqidlərin mürid və mütəqidi. Mütəqidlərin sirə və fəqərədir. Əmir Nizamiddin Əlişir. Əlişir Nəvainin dövrün kitablarındandır bu. Allah Allah. Bir də bunu oxuyaq. Ana dək
Kim tarihi seni ehda ve semanine ve semane me'e de dervişlerle mühib ve müntegidi ve mü'tegidlerin mürid ve mü'tegidi ve cemi şughlulerden seyere ve fegeredir. Emir Nizamüddin Ali Şir Azzallah Teala biizzih قبوله و وفقه لسلوک طریق وصوله چی طلوع و اختیار ایل اعلای مراتب ve cahi itibareden i'raz göstermiştir. Ve kademi teslim ve rıza ile cadde fagre suluki ikbal buyurmuştur. Bu fakirden ol hatire hutur eden suretin mislini istid'a eylədi. Yəni Əmir Əli Şir Nəvai getib bu alimdən ki, indi özün hələ tanıtdırmayıb buracan, buna deyib ki, lütfən bu haqda bir kitab yaz. Surət-i qədim daiyəsi təzdid buldu və dəğdəği sabiq əlamət təqviyyət və təkid göstərdi. Lacərəm sidq himmət və xulusi təviyyət birlə bərabər, eyni. Və xulusi tüviyyət nə deməkdir? Dəstəli teynədir. Görək ki, xulusi tüviyyət. Xulusi tüviyyət adətən əski məktublarda, rəsmi yazılarda və irfani mətnlərdə görünən bir ibarətdir. Bu ibarətin kökünü və mənasını belə açıqlamaq olar. Sözlərin mənası xulus, saflıq, paçlıq, qarışığı olmayan. Xalis sözündən də hər halda da bilirik. Tüyyət, iç, dərun, niyyət, insanın batini və qəlbi xasiyyəti. Tüviyyət. Ümumi mənası bu iki söz bir yerdə qəlbi paçlıq, düzgün niyyət, içi ilə çölü bir olmaq mənasında işlənir. Gözəl. Nüsxə-i xətti əl yazmalarda bu tərkib çox vaxt belə məqamlarda gəlir. Adət və əxlaqda, dualarda, məktublarda. Tamam, bunları geçək. Dedi ki, lacərəm, sidqi, himmət və xulusi tüviyyət içərisi paçlığı və xulusi tüviyyət birlə ol niyyətün imzasına və ol əmniyyətün istiqzasına, istiqza qəzasına, həmin qəza, o deyir, istiqzasına, tələbinə, yəni o şəraitə görə, istiqzas şəraitdir, yaxşıdır. Və ol əmniyyətün istiqzasına şuru olundu. Mütaliə edənlərin məkarim əxlaq və mərasimi işfaqından, işfaq, şəfaq sözündən gəlir, işfaqından mə'muludur ki, çün əvliya Allahün yümni ənfası təyyibəsindən və feyzi ərbahi müqəddəsindən xoş vaxt olələr, bu kitabə ki, tair-i qudsidən ərişən və mahazir üns-ü müştaqlərinin məşam caninə yetişən nəfəhat-ı ənfas-ı təyyibə-i məşayix müştəmil olduğu cəhətlə nəfəhat-ül üns-ü min həzərat-ül quds diye ad verilmiştir. Kitabın əsl adı nədir? Təbəqat-ı Sufiyyə deyil. Əsl adın burada yaşılca yazım ki, əsl adı budur. Əsl ad. Nəfəhat-ül ünsi min həzərat-ül quds. Nəfəhat-ül ünsi min həzərat-ül quds. Kitabın adı əslisi budur. Bəs bir də nəfəhat-ı ənfas-ı təyyibə-i məşayix müştəmil olduğu cəhətlə nəfəhat-ül ünsi min həzərat-ül quds diye ad verilmiştir və ənva-i cəm'i və təəlifinə
və anun, üz üstə, mən ənva oxudum, qələt oxumuşum. Və anun cəmü və təlifinə mütəsəddi və bais olan fəqiri cuşeyi xatirdən çıxarmayələr və duayı xeyirdən fərاموش etməyələr və təkəlani fi cəmil əhval aləl məhiməni المتعال في تتمة ترجمه كلامه على ترتیب نظامه وقتا ki bu həqiri bir miqdar əni kimdir, yazan kimdir? Sonunda gəldik o əsli yerə, deyir ki, yazan əni وقتا ki bu həqir bir miqdar əni xadimül füqərai vəl əxyar Mahmud ibn Osman ibn Ali. Bu həman adam idi ki, bu şey elir. Yox. Bunu dünəndə bir yerdə oxuduq, biri ayrı yerdə. Yox, o ayrı adam idi. Mahmud ibn Osman ibn Ali. Məsələn, bu çox gözəldir belə bir şeylər. Təəssüflə biz yadımızdan çıxartmışıq. Beləliklə dədə-babamız da yadımızdan çıxıbdı. Məsələn, mən özüm desəm, gərək deyəm ki, İnsafəli İmmiyəli oğlu, Mehdiqulu oğlu, Talib oğlu, beləsi geçsin Dalıya məsələn. Yəni, üzdən gedək öncələrə. Dalı deyəndə, yəni, geçmiş tarixə. Daha yaxşı olurmuş. Çünki insanlar dədələri ilə tanınırdılar. İndi dədədən qırılırıq. Bəlli də hidayət nə deməkdir, kimdir? Mənim adımın sonunda, dədəmin adının sonunda, babamın adının sonunda gəlir. Amma bu hidayət kimdir? Niyə gəlib bizim sicillimizə? Ehtimalən bir nəfər gedibdir Kəlibərdən bizim babaya məsələn 100 il bundan qabaq Rıza Şah zamanı ya Qacar zamanı. Çünki mənim babam böyük babam Əhməd Şah zamanı sərbazlıq eləyibdi. Mehdiqulu babam, Allah rəhmət eyləsin. O məsələn indi ehtimalən Mehdiqulu baba məsələn gedib Kəlibərdən sicilli ala özünə. O sicilli yazan deyib hidayət yazaq səni. Bilmirəm ki, niyə yazıblar. Amma dədəsinin adı ilə tanınsaydı, çox gözəl biz bir nəsli qəşəng saxlaya bilərdik. Vaxta ki bu həqirə bir miqdar əni xadimül füqərai vəl əxyar Mahmud ibn Osman ibn Ali əl-müləqqəb bi Əl-Lami'i. Bunun Əl-Lami'ini də məşhuri bi. Bunu bir-iki gün bundan qabaq oxumuşuq da, indi yaxşı. Məşhuri bi Əl-Lami'i. Əllamə deyil ha, lami yəni işıq salan bu anlamda. Vəffəqəhullah Teala əzzə və cəllə limə yuhibbi və yərzahu minəl qavli vəl etiqadi vəl əməli və rəbbəhə ərvahə əslafəhu və qulubə əxlaqəhu bi izafəti xəsaisül lətafəti vəl i'tafə. Bir izafəti, ehtimalən bu bir izafəti xəsail lətafəti vəl i'tafə və bi fəzlihi sünniyil əliyyi və bi kərəmihil əmimil məliyyi ol kitabı ol. Bu ehtimalən kitab olacaqdır, bığı yoxdur, düşübdür. Ol kitabı fəzaili mabün məabün şərəfi mutali'i məkarim ayabi birlə müşərrəf oldu. Mən bilmədim bu ayabi nə deməkdir. Mən bu cümləni yazmalıyam. Görüm ki, bu cümlədən nə çıxadır bu şey. Köməklik eləsin ki, bunu biraz anlayayım. Deyir ki, ol kitab fəzail ma bək şərəfi mutali'i məkarimi aya bi. Bu nədir qalanı?
birlə müşərrəf oldu. Ayabi birlə müşərrəf oldu. Nə deməkdir bu cümlə? Yəni bunu mən oxuya bilmədim. Oxudum, amma anlamadım. Çünki burada kitab sözü yazılacaqdır. Amma bu kitab ol kitab-ı fəzaili məabün olar. Bunu da oxuya bilirəm. Şərəf-i mutali məkarimi ayabi nə deməkdir? Ayabi birlə. Deyir ki, bu cümlə əski bir məktubun ya əlyazma nüsxənin başlanğıcındakı görünən çox səmimi və ehtiramlı bir ifadədir. Bu cümlənin türkcəmizdə düzgün açıqlaması və mənası belədir. Sözlərin və ibarətin mənası. Mənayı lüğəvi. Vəsətdə gedib farsıca yazıb. Nə oldu? Aha, getdik ayrı bir yerə. Hara gəldik bura, nə? Sözlərin və ibarətin mənası. Ol kitab-ı fəzail məab. O ərdəmlərlə fəzilətlər əldəm sözündə gəlir. O kitab-ı məab olacaqdır. Tamam, burada nə cür oxuduq? Mən burada yazdım ki, məabın, bəli, həman o düzdür. Ol kitab-ı fəzilət məab. O ərdəmlərlə, fəzilətlərlə dolu olan məktub ya kitab. Burada kitab. Kitabın bığı düşübdür ona görə. Çox vaxt göndərilən məktub mənasında da işlənilir. Bək şərəf-i mütaliə. Burada indi məabın bir də bək qoydu. Yəni məabın bir dənə məab, bir dənə də bək. Bək şərəf-i mütaliə məkarim. Bək şərəf-i mütaliə sizin uca məqamlı mütaliəniz şərəfi ilə. Bu da bəkdir. Bək şərəfi mütaliə. Məkarimi ayab, kərəmli, cümərd və yaxşı sifətlərin qayıtdığı, toplandığı yer. Məkarimi ayab olacaqdır. Ayab, məkarimi ayab, kərəmli, cümərd və yaxşı sifətlərin qayıtdığı, toplandığı yer. Birlə bərabər birlikdə müşərrəf oldu, şərəfləndi, nail oldu. Cümlənin tam mənası. O fəzilətlərlə dolu olan məktub sizin kimi kərəmli və yaxşı sifətlərə sahib olan bir şəxsin uca mütaliəsi ilə şərəfləndi. Yəni sizin əlinizə çatdı və oxudunuz deyə. Dil və üslub. Bu cümlə klasik Osmanlı türkçəsi və ya qədim Azərbaycan türkçəsi üslubundadır ki, ərəbcə və farsca tərkiblərlə zənginləşib. İşlənmək yeri. Məmulən belə cümlələr ikinci bir məktubda birinci məktubun çatdığını və oxunduğunu bildirmək üçün işlənilir. Yəni yazıcı deyir ki, mənim göndərdiyim o məktub sizin mütaliənizə dəyərləndi. Mütaliənizlə dəyərləndirdi. Tamam. Ol kitab-ı fəzail məabün bək şərəfi mütali'i məkarimi ayabi birlə müşərrəf oldu və işarəti bişarət nümalərindən və ibarəti istiarət fəzalərindən zövq-ü sürur və şövq-ü ubur oldu. Ol kitab-ı fəxiri bir bəhri zaxir buldu. Zaxir Quranda işlənən bir kəlmədir. Yəni çox zoxarlı. İndi zoxar nə deməkdir? Digər bunu tapışına mənasını gedək şuraq ki. Zaxir və zoxar. Quranda işlənibdir. Çox qiymətli daş olacaq ehtimalən. Gəlib, bu sözlər ikisi də bir mənadə və əski mətnlərdə özəlliklə sifət kimi çox işlənilir. Bunların fərqini və mənalarını belə açıqlamaq olar. Züxər, zəxər əlbəttə yazılır, zaxr. Bu sözün əsl mənası dolmaq, qaynamaq və daşmaqdır. Dolmaq, qaynamaq və daşmaq. Lüğətdə yenicə
coşub daşan, dalğalanan deməkdir. Məcazən bir şeyin çoxluğuna və bolluğuna işarə edər. Məsələn, birinin elminin ya kərəminin çoxluğunu göstərmək üçün işlənir. Əcəb, mən daş bilirdim. Bu zəxər kökündən düzələn ismi faildir. Yəni, zaxir haman. Yəni, sifət kimi işlənir. Coşqun, dolğun, çox bol mənasındadır. Dəniz üçün bəhri zaxir, yəni o qədər dolu və böyük bir dəniz ki, dalğaları üst-üstə qalxıb coşur. Elm və şəxs üçün, tamam. Bu, Quranda o dəniz gəlibdir. Mən dənizdə fikirləşdim ki, daşdır, amma yox, dənizdə şeydir. Ol kitab-ı faxiri bir bəhr zaxir buldu. Bəhri işlətdiyiniz üçün gərək biləydim. Mən yenə də dedim. Bəhr zaxir yəni dəniz, zaxir də yəni dolu qiymətli daşla. Amma burada deyir ki, yox, mövcular oradan daşır. Yəni faydası. Zaxir buldu ki, zahiri səfayin həqaiq, səfayin cəmi səfinədir, yəni cəmi. Səfayin həqaiq və məarif namütənahi ilə məşhun və batini zəvahiri əsrar ilahi birlə məxzun, məxzən həman. Bir mədinədir ki, bin beyt mə'mur mühtəvi, bir mədinədir ki, bin beyt mə'mur mühtəvi, bir səfinədir ki, 100 bəhri məscud müntəvi nəzm. Səvami ətçar ləvami fikrət, cəvami asar qəvami izzət, mədaris tənzil fəvaris mütətə, məfaris tə'dil məharis qəbtə, sərasər təriq iqar taliblərinin, sərasər təriq iqan taliblərinin kəramati səniyyəsi və sərasər rəhiq irfan şariblərinin məqamat-ı illiyəsi pəs xatir fatiri təqaza eylədi ki, pəs xatir fatir təqaza eylədi ki, ol kitab-ı cəlil qədr ki, əla vüs'i taqə və fürsətül ifaqə fəvaidini tə'mim və məvaidini tətmim üçün ərvahi mürəvvəh awliyadan istimdad və inayət pürmuhibəti haqqı təaladan tələb irşad və sidad edib, alfaz pür işarətini türki ibarat ilə təbir və mərmuzat və müşkilatını Rumi lüğat ilə təfsir eyləyə. Görürsünüz, burada Rumi deyəndə yəni gəlir şeyin üstünə gedir. İstanbul'da ehtimalən. Lakin tün nəfs-i miskin bizaət müzcatinə müərrif və dəryay insafidən mü'tərif müxtərif idi. İndi bunlar çox ağır şeydir. Müzcat nə deməkdir? Məzaxir də deyil, müzcat. Müzcat. Bir bu gəlsin, bir dənə də bir ayrısı var idi, orada oxuduq, onu da bilmədim nədir. Müzcat və dəryay insafdan müxtərif, mü'tərif mən oxusam yaxşı gəlir, amma müxtərif qərq olmuş anlamındadır. Müxtərif, görüm ki, müxtərifi nə yazır? Müxtərif. Gedək əvvəl görür ki, bu üstdəki kəlməni nə yazdı? Müxtərif sözü ən sonuncu soruşduğumdur. Bundan üstədə bir dənə soruşmuşduq. Müzcat. Müzcat söz və ərəbcə zəcə kökündən gəlir və lüğətdə sorulmuş, itələnmiş ya da az və dəyərsiz mənasındadır. Müzcat. Qur'ani kökü. Bu sözün ən məşhur işlənmə yeri Yusuf surəsinin 88-ci ayəsidir. Bezaətin müzcatin. Burada Həzrəti Yusuf'un qardaşları deyirlər ki, bir az və dəyərsiz bir mal gətirmişik. Ədəbi və təvazü məqamda
Əlyazma nüsxələrdə özəlliklə məktubların sonunda ya kitabların ön sözündə dibaçə müəlliflər öz əsərlərini ya sözlərini təhqir etmək və qarşı tərəfə təvazö göstərmək üçün bu sözü işlədirlər. Bəzaəti mizcat, yəni mənim bilgim ya gətirdiyim bu pozğun pataq sözlər, pozuq pataq çox dəyərsizdir. Məcazən gözdə oturmayan, bazarda müştərisi olmayan və satılması çətin olan mal. Kökünün mənası zəci. Kökü bir şeyi itələmək deməkdir. Tamam, o birisi neydi? Müxtərif. Müxtərif sözü ərəbcə qərəf kökündəndir və lüğətdə ovuculayan, qaşıq-qaşıq götürən. Oo, ne güzel qaşıq-qaşıq götürən. Tamam. Dedi ki, haradaydı, burada oxurduq. Lakin çün nəfsi miskini bezaətin məzcatinə mü'tərif və dəryayı insafidən müxtərif idi. Qaşıq-qaşıq o dəryayı insafidən götürürdü. Bəqin bildi ki, ehtimalən yəqin olacaqdı. Yəqin bildi ki, bu mətlubi fələkül məarid kəndünün xitti qüdrətindən xaricdir. Zira bir badiyədir ki, farsan məsaliki təriqəti mərahilində racil və mənazilində atildir. Racil, indi bu kəlmələrin üstünə geçsəm qalacağam. Və bir şahrahıdır ki, uğuli fuhuli əbrari məaqidində heyranlar. Çox gözəl. Və bir şahrahıdır ki, uğuli fuhuli, fuhul çox düşünür adam. Uğuli fuhuli əbrari məaqidində heyranlar və nüfusi ruusi əxyar mərasidi məqasidində sərgərdanlardır. Əgər üqəlai zaman və hükəmai dövran cəm olələr, anın nükati həllində və mütəvviyat şərhində dəmbəstə qalələr. Ağızları yumular qalar. Necə qalmayalar, necə deyir istərsin. Necə qalmayalar ki, o kələmat-ı zövqiyyə sərcümdə-i məarif-i vicdan və lətayif-i iqan-ı ilahi və lədünnidir. Lədünni öz yanından, içəridən çıxmış. Müstələhat-ı ilmi və tərifat-ı rəsmi dəcildir. Təxəssüsü kitabdır. Onun üstündə lüğəti çoxdur, çox ağır kitabdır. Bu təxəssüsüdür. Mənim zorum çatan bir kitab deyil. İstəyən bunu oxuyan gərək dana-dana kəlmələrin bir-bir çıxadan görən burada nə anlama gəlir. Müstələhat-ı ilmi və tərifat-ı rəsmi dəcildir. Özü də dedi bunu. Və lətayif-i iqan-ı ilahi və lədünnidir. Müstələhat-ı ilmi və tərifat-ı rəsmi dəcildir. La ya'ləmuha əd-dəxilu İlla bi tərif min əshabiha. Deyir, bu kitaba gələn onu anlamaz illa ki, onu sahibi bir şey, səlahiyyət onları məni eləyə. La ya'ləmuha əd-dəxil. Bura gedən bilməz. İlla ki, nə ola? Bi tərif min əshabiha. Bu şaxədə mütəxəssis olanlar onu açıqlaya, tərif eləyə. Tərif yəni açıqlamaq. Və bi təlimin min ərbabiha və ərbabı tərəfindən, yəni bu işdə çox böyük olan, yəni tək orada tanış olmaq lazım deyil, ustad olmaq lazımdır. Usta tərəfindən, ərbab burada ustalar deməkdir. Və bi təlimin min ərbabiha və onun ərbabı tərəfindən, bu elmin, bu təxəssüsün, irfanın ərbabları, böyükləri, şeyxlər tərəfindən təlim olmaqla, dərs deməklə, nətəkim Zeynəl İbad və Şeyxil Avtad. Burada bir kəlmə yazılıb gedibdir. Nəməni təfəzzülü Məhəmməd ibni Həsəni
əs-Sərəxsi qəddəsallahu təala ruhə, bu adam Məhəmməd ibn Həsən Sərəxsi deyibdi, nə deyibdi? Kitab-ı Kəşf-ül Məhcubidə, kitabın adı Kəşf-ül Məhcub. Kitab-ı Kəşf-ül Məhcubidə məsvi buyururlar. Məsvi ilə buyururlar. Məsvi ilə misal yolu ilə. Məsvi ilə buyururlar, buyurur ki, çün Haqqı Subhanə və Teala bir bəndiyə, bir bəndəsinə inayət edib bir əmri izhar eyləyə, ol bəndənin hali qüvvət bulur. Allah lütf eləyən nəsə o bəndənin halı qüvvət bulur və zəban məqali fəsih olur. Danışan dili fəsih olur. Rahat danışır. Sözlər təsbih danası kimi bir-birinin dalına düzülər. İbarət və bəlağət əl verir və fəzlu hünər yari qılır. Ta həman müəbbər kəndinin təbir edən. Ta həman müəbbər, məsələn mən ki danışıram, deyək müəbbər mənəm, o sözlər Allahın tərəfindən dilə tökülür. Müəbbər kəndinin təbirində mütəəccib olur. Mən belə danışa bilirəm, bu sözlər hardan gəldi? Bu düşüncə hardan mənim ağzıma bu cür düzüldü kəlmələr bir-birinin arxasından gəldi? Deyə təəccüb edir. Və qul anın kələmatı fəhmində aciz qalır. Bu səbəbdəndir ki, burada indi görürsünüz, səfələrə şumarə qoymadığı üçün aşağıda an-lə yazıbdır ehtimalən. Gedək görək ki, o birisi səfə necə başlanır. Əkabiri, orada da gördük, mən bunu an oxudum, amma elə əkabir imiş. Əkabiri məşayix təriqətün kələmatində ki, kübərai din və uləmai əhli yəqindir. Qəddəsallahu təala ərfahəhum müstəşabihat və müşkilat çoxdur. Dostlar, mən həmişə bu kitabları oxuyanda bunu düşünürəm ki, nə qədər bizim insanlarımız ədəbliymişlər. Özgələri, özlərindən qeyriləri çox böyük görürmüşlər, daimən dua elirmişlər. Türk dili nə qədər müəddəb imiş, ta ki bu mallılar bizi, dilimizi, düşüncəmizi söyüşə, savaşa, pisliğa, yamanlığa adət edincən. Ona buna lənət eləməklə bizim dilimiz bu gözəllikdən, bu hörmətdən çıxdı. İndi biz kitablarda, mən özüm də şəxsən bu cür yazıram, yəni bəzən adamları əskitməyə çalışırıq. Elə bir ki, məsələn, biz onda çox halacıyıq, məsələn. Və uləma və əhli yəqindir qəddəsallahu təala ərfahəhum mütəşabihat və müşkilat çox olur. Kəlmələrin içində bunlar ki, işlədi, görürsünüz. Əgər mən qərar olub bu kəlmələri axtarım, da kitab oxuyan mərfcə kəlmələri axtaraq. Mütəşabihat və müşkilat çox olur. Tərcümi əvarifdə irfan məsələsində əvarif yazdı. Tərcümi əvarifdə gətirmişdir. Bir dənə kitab da əvarif ehtimalən. Tərcümi əvarifdə gətirmişdir ki, əhadisi nəbəviyyədən sallallahu ta'ala aleyhi və səlləm və kələmat-i məşayixdən rizvanullah ta'ala aleyhim əcməin hər kəlmənin az zəhri və bətni var. Zəhr məulən belə deyirik. Bətndə qarına deyirik. Qarının içi görsənməz, belin də eşiyi görsənir. Onun üçün deyir ki, zəhri və bətni var, eşiyi və içi var. İndi bu özü irfanda zəhr və bətn nə deməkdir? Bunu mən bilmədiyim üçün məni verdim. Amma bu irfan elminə gəlir. O əvvəldə dedi, o bir səhifədə dedi ki, bu elmi və məmuli kəlmə deyil ki, sən bunu axtarasan. Sonra dedi ki, mütəşabihat və müşkilat bunun içində çoxdur. Və hər bətnin bir bətni dəxi vardır. Və hər bətnin bir bətni dəxi vardır. Hər kim ki fəhmi zahir müqtəzasıncə, hər kim ki fəhmi zahir, həman ki orada zəhri dedi ha o, hər kim ki fəhmi zahir müqtəzasıncə, indi zəhrlə zahirin arasında irfanda nə fərqi var, mən bilmirəm. İkisi də mənə zahir gəlir, amma irfanda zəhrlə zahirin dərin fərqləri ola bilər anlamda. Hər kim ki fəhmi zahir müqtəzasıncə əməl etməyə, bətni əvvəlin fəhmindən nəsibdar olmaz. Və bətni əvvəlin fəhmi mucibincə amil olmaya,
bətni saninin fəhmindən bəhrə hasil etməz. Bu qiyas üzərinə hər fəhmi bir əməlin dəlili və hər əməl bir fəhmin səbəblidir. Ta ilə maşallah xüsusən əhl-i Allahın məşaribi müxtəlif olur. Məsələn, mən məşarib qabaqca bığ istirdim deyəm sizə. Məmulən biz bığa ərəb dilində məşarib deyirlər. Amma burada görürük ki, yol anlamındadır, məşrəb anlamındadır və yol anlamındadır. Şərab sözündən, şürb sözündən gəlir ehtimalən. Məşarib də yəni burada içirik, batır suya ya hər nəyə. Ona görə məsələn ehtimalən bığa onu deyiblər. İlə maşallah xüsusən əhl-i Allahun məşaribi. Əcəba bulaqlar anlamındadır, içdikləri yer, məşrəblər, qablar anlamındadır. Nə anlamındadır bu irfanda bu məşrəb sözü? Məşaribi müxtəlif olur. Əgərçi kim bihəsəb-ül həqiqə mütəlif olur. Mütəlif nə deməkdir? Bihəsəb-ül təriqə nə deməkdir? Bihəsəb-ül həqiqə nə deməkdir? Yəni məşaribin bihəsəb-ül həqiqə nə deməkdir? Kimi zərurat-ı ammədən və məqamat-ı xassədən söylər. Nə deməkdir məqamat-ı am, zərurat-ı ammə və məqamat-ı xassə nə deməkdir? Məsələn, zahid-i fid-dünya ami mübtədiyyə nisbət zəruridir. Məsələn, zahid-i fid-dünya ami mübtədiyyəyə nisbət zəruridir. Amma xassi ehtimalə bu nöqtə deyil. Burada bir şey gördüm. Amma xasiyyəyə görə Amma xasiyyəyə görə zühdə zühd etmək lazımdır. Nə demək oldu? O zühdə zühd etmək lazımdır nə demək? Zira bu məqamın sahibi əsla dünya üçün qədr-ü mərtəbə görməz. Ta kim zühd-i dünyayı məqam edinə və kimin məşrəbində şəthiyyat qalib olur. Şəthiyyat nə deməkdir? Məmulən çərənd-pərənd mənasındadır. Yəni mən beləsi bilirəm, bəlkə də şəthiyyat. Şəthiyyat irfan və təsəvvüf dünyasının ən maraqlı və bəhsli qonularından biridir. Çünki bu əslən irfana mən dediyim rəbti yoxdur ki, orada şəthiyyat məmulən çərənd-pərənd olur. Amma burada deyir ki, yox. İrfan aləmində bir salikin vəcd-ü hal üstündə özündən geçmiş halda dilinə gətirdiyi əcib və qərib sözlərə şəthiyyat deyərlər. Bu sözlər zahirən şəriətin ya ağlın qaydalarına uyğun görünməyə də bilər. Amma Arifin dediyinə görə o anda qəlbi həqiqətlərlə coşub daşdığı üçün bu sözlər ixtiyarsız olaraq dilindən çıxıb. Məşhur nümunələr. Tarixdə bəzi şəthiyyatlar çox məşhurdur və tez-tez əlyazma nüsxələrdə onlara toxunulur. Mənsur Həllac, ənəl haqq, mən haqqam demək. Bayezid Bəstami, subhani mən əzəmə şəni, mən paşam, mənim məqamım nə qədər ucadır. Şəthiyyatın özəllikləri və daha bunları oxumayaq da, yəni dedim bu, məsələn mən bir şey düşünürdüm, bir də ayrı bir şey çıxdı. Yəni mən küçə bazarda fars dilində işlənən mənada, amma burada təxəssüs mənasında gəlir. Ta kim zühd-i fid-dünyayı məqam edinə və kimin məşrəbində şəthiyyat qalib olur, ənəl failu fi hazəl aləmi, mən bu aləmdə nə deməkdir? Ənəl failu, mən yaradıcıyam, mən iş görənəm bu dünyada. Yəni biz bikarə deyilik ki, ənəl failu fi hazəl aləmi və ləysə fi cübbəti sivallah, mənim əbamın, mənim xodumun altında Allahdan sonra heç kəs yoxdur.
Və leysə fi cübbəti sivallah demək kimi. Şətiyyat deyir bulardır. Ənəl failu fi hazəl aləmi və leysə fi cübbəti sivallah demək kimi. Zira şəti şül kəlamə dərlər ki, anda rayihi rüunət və dəvi olə. Rəunət nə deməkdir? Qeyd etmirəm. Yəni bunlar dedim təxəssüs kitabdır. Və kimi buh əlvahidən bəyan eylər. Ehtimalən buc əlvacidən ya əlvahidən, buh əlvahidən loh olacaqdır. Əlbəttə buh yazıbdır. Mən bunu hər halda bilmirəm nə deməkdir. Buh əlvac mən yazsam nə çıxar? Məsələn, bunu bir yazsaq bu cəlib bir şeydir. Buh əlvahdən əlvacdır bunun adı. Əlbəttə bunu mən əlvah yazdım. Düzdür, burada özü əlvac elədi. Böyük ehtimal oxuduğunuz nüsxədə bu ibarət buhul vacid. Burada nə oxumuşdum mən? Əlvacidən. Və kimi buhul vacidən, buhi əlvacidən bəyan eylər. Həllacun ənəl-həq dedici gibi. Və kimi, yəni indi buhul əlvacid nə deməkdir? Bunu bir də baxaq şurası nə dedi? Dedi ki, buhul və vacid kimi qeyd olunub. Əski əl yazmalarda özəlliklə irfani və əxlaqi mətnlərdə bu ibarət çox dərin bir mənası var. Sözün mənası buh, bəvhı, açıqlamaq, faş etmək, bir sırrı bir seyri üzə çıxarmaq və gizli saxlamamaq mənasındadır. Vacid lüğətdə tapan deməkdir. Əlvicdan o da olacaq bəs. Bəli, əlvacidan əlbəttə yazıbdır. Və kimi buhul vacidən bəyan buhul vacdən bəyan eylər həllacun ənəl-həq dedici kimi. Və kimi rəmzül mütəməkkindən söylər. Ənəl-baqi bebəqail haqqi və bu oxunmur, silinibdir təəssüflə. Ehtimalən muəddi bevücudihi gibi. Ya ənəl mevcudi bevücudihi. Məsələn, beləsi bir şey olacaqdır. Amma oxunmur, yəni bəlli də heç nədir. Və ənəl bevücudihi gibi. Və kimi ünsü və dəllal sahibidir. Və kimi ünsü dəllal sahibidir. Nə deməkdir, nə cür oxumaqdır, onu da bilmirəm. Anlərdə sifəti bürzəx, üzrsən, sifəti burx, səs qoymuşsun ona görə. Anlərdə sifəti burx qalib olur nədəm ey həzrəti burduxidir. Bir dəxidir. Nə deməkdir? Baş tapmadım. Oxuya bilmədim də baş tapmadım. Füqərai xizmət bir dəxi, nazəhli bir dəxi və vüzərai məqamidə əla burada ki necə edibdir? Nüdəmai kəlamidə əqvadır. Vəlhasıl bi həsəb zahiri kələmat məşayix arasında ara deyilmiş. Vəlhasilu, yəni buradan bu yüzden xülasə, vəlhasil, nəticə. Vəlhasilu, be səbəbi zahir kələmat-i məşayix arasında ixtilafat əzimə görünür. Bu təxəssüsdə. Uqul tətbiq və tövfiqində və təhqiq təlfiqində mütəhayyir olur. Vaxt olur ki, biri birini təkfir edərkən kibr və biri birinə təzim və tövfir eylər. Gah düşər ki, biri birinə müvafiqət göstərərkən ol buna, bu ana
müxalif söylər. Diqqət buyur, gör nə gözəl söz dedi. Vaxt olur ki, biri birini təkfir edərkən kibr və biri birinə təzim-i tevfir eylər. Gah düşər ki, biri birinə müvafiqət göstərərkən ol buna, bu ona müxalifət söylər. Zira kimi kələmati səhu və ifaqətdə məşkurdur. Zira kimi kələmati səhu və ifaqətdə məşkurdur. Səhu nə deməkdir? İfaqəti bilirik, yəni biraz bilirik. Amma səhu ərəbi köklərdən ya belə o şeylərdəndir. Səhu nə deməkdir? Səhu ya səhv sözündən gəlir. Sözü irfan ədəbiyyat səhv oldu pəs. İrfan ədəbiyyat və əxlaq mətnlərində çox önəmli bir istilah edir və onu məmulən sükr, məstlik sözünün farsi qarşısında işlədir. Onu məmulən sükr sözünün qarşısında işlədir. Sükr, məst eləyən, bu da ayıldan. Bu sözün mənaları belə açıqlamaq olar. Lüğət mənası. Bu sözün əsli mənası ayıqlıq, özünə gəlmək, saflıq. Örnək üçün buludlu bir havanın açılmasına və günəşin çıxmasına səhv deyilir. Satla yazılır da, burasına diqqət edək. İrfani istilahda ayıqlıq məqamı. Ariflərin yolunda iki böyük hal var. Sükr, məslik, arifin tanrı eşqindən və mənəvi təcəllilərdən özündən geçməsi. Yuxarıda bəhs etdiyiniz şətiyyat bu halda baş verir. Səhv ayıqlıq, arifin o məslik halından çıxıb yenidən ayıqlıq aləminə qayıtması. Amma bu ayıqlıq adi insanların ayıqlığı deyil. Burada arif həm Tanrını dərk edər, həm də öz vəzifələrini və şəriəti yerinə gətirmək üçün dünyaya diqqət yetirir. Yəni təxəssüsdə Allah. Pəs zira kimi kələmat-ı səhv və ifaqətdə məşkurdur və kimi nükat-ı səkru heyrətdür, məzurdur. Ol riayət-i zəvahir şəriət edər və bu güftar əsrar həqiqət eylər. Anlərdə kim qüvvət hal yoxdur, ol məqamatı müxalifat görüb mütəzəlzil olar. Və anların ki qulubində ziğ və meyl və ərdu riya və anların ki qulubində ziğ və meylu vardır, ya inkar qılır, ya ilhad və ibahətə düşər. Daha lüğətlərə getmirəm, çünki şeydir. Fəqət istəyirəm görüm ki, biraz bu nədir? Misrə, hər kəsi bər həsəbi fəhmi cümani davrət. Burada qutardı. Yazillu bihi kəsirən və yəhdi bihi kəsirən ayət Qur'andan gətirdi. Pəs bu məaniləri mülahizə etməklə nəfs-i miskin ol mətlubun təhsilinə iqdam etməkdən iqdam-ı qeyri əziməti daməni fərağətə çəkdi. Pəs bu məaniləri mülahizə etməklə nəfs-i miskin ol mətlubun təhsilinə iqdam etməkdən iqdam-ı əziməti daməni fərağətə çəkdi və təslim başını ağustani rizadə qoyub bu iş əlindən gəlmədigin bildi və kəndinin əcz-i qusuruna etiraf qıldı və bu karın
xətər və zərərindən əndişə eylədi və bu halın üzərinə ruzigar bişumar murur və bihədd leyl و nəhar ubur etdi. Amma nə edəlim, nə edəlim, nə edəlim? Misra olmazmış zamanə əşi ixtiyar ilə. Şeir qutardı. Yəni burada bir misra gətirdi. Bir beytin bir parçası. Olmazmış zamanə işi ixtiyar ilə. Allah Allah. Əl-əbdu yüdəbbərullah yəqəddiru keyfə yaşa. Əl-əbdu yüdəbbürü vallahu yüqəddiru keyfə yaşa. İnsan tədbir edər, Allah müqəddər elər necə yaşansın. Ya keyfə yaşa necə istəsə. Allah necə istəsə o cür yaşar. Amma insanda bərnamə tökür. Amma o bərnaməni hara tökür? Deyir ki, yəni Allahın qədərləri üstündə tökür bərnaməni. Ondan eşiyə tökə bilməz. İttifaq bir gün əxvan-ı səfadən və xullan-ı vəfadən bir cəmaət-i şükrullah məsaihim və yəsərru bil xeyri dəvaihim bu həqqirə gəlib əl-kəlam yəcürrül kəlam sözü çəkdirdi. Kitab-ı Nəfəhatul Ünsi zikr edib. Bir də o kitabın adı Nəfəhatul Ünsüdür. Kitab-ı Nəfəhatul Ünsi zikr edib tərcümə olmasını kəmal-i iqdam və məzid ehtimam göstərdilər. O tarix yadımızdadır da, hangi tarixdə başladı kitabı yazmağa? Onun cərəyanını söylür. Buracan onun cərəyanıdır. Əvvəl dedi ki, ağa bu təxəssüsdür, sözlər anlaşılar, anlaşılmaz, bilirəm, bilmirəm. Bunlardan deyəndən sonra deyir, qoydum qırağa, yəni istəmədim gedəm. Amma bir bu dostlardan gəldi, bu söz düşdü. Sözü gətirdi, dedilər ki, Əl-Kəlamü yəcürrül kəlam kitab-ı Nəfəhatul Ünsi zikr edib tərcümə olmasını kəmal-i iqdamu, əqdamu məzid ehtimam göstərdilər. Hər nə qədər kim ezar-ı sabiqə ilə etizar elədim, nə qədər ki üzr gətirdim, müfid olmadı və hər nədənlü ki əcz-ü qusur ilə ehtiqar göstərdim, fayda qılmadı. Hər babi ki fəth eylədim, sədd etdilər və hər cavabı ki söylərdim, rədd etdilər. Məqsud səndən ol kitabı Türkiyə döndərməkdir. Və Rumun talibi sadiqlərinə hədiyyə göndərməkdir, dedilər. Ki, məadin üçün zad, ki, məadin də bu kəlmədən gələ bilər. İndi mədən ilə maadın görürsünüz nə qədər bir fərq var. Mədən və məad. Ehtimalən ikisi də bir şeydir, gizli bir şey. Mədən bir yerdir ki, orada bir şey vardı, qeydir eşya və məad bir şeydir ki, oradan gəldik. Yəni hər ikisi bir şeydir, yerdən çıxacaqdır. Ki məadın üçün zad və xeyr ilə adın aləmdə yad olə. Ki ində zikr-i salihinə tünəzzəlür rəhmətü diyu buyurdular. Lacərəm onların iqdam və ehtimami həvali haqq və ilham fəal mütləq bildim. Lakin təhsini itminan və təkmil iqan üçün məhl olub təvəccüh istixarə qıldım. Burada bir məhl sözü nə deməkdir? Bu calib idi. Bunu məhl nə deməkdir? Ömrümdə bunu bir dəfə indi oxudum, ona görə məhl sözü nə deməkdir? Möhl əlbəttə yazıb. Möhl sözü ərəbcə möhl kökündən gəlir və əski mətnlərdə, hüquqi sənədlərdə və ədəbi yazılarda bir neçə önəmli məna daşıyır. Lüğət mənası, bu sözün əsli mənası aman vermək, möhlət sözündən gəlirmiş. Fürsət tanımaq, təslimlik etməkdir. Yəni bir işin görülməsi üçün birisinə vaxt vermək. Fürsət və zaman anlamında deyir gəlir. Lakin təhsini itminan və təkmil iqan üçün məhl olub, məhl alıb təvəccüh istixarə qıldım.
İstida və istid'a və yaranın qəbuli ilə işarət olundu və əbvab-ı inayətin fəthi birlə işarət verildi. Həman fəzl həqqə təvəssül və lütfi xudaya təvəkkül eyləyib tərcüme-i kitaba iqdam etdim. Kitabı tərcüməyə başlayıbdı. Hangi kitabı? Dedi üstə. Bu kitab əslində onu baxın Zikr-ü Salihin yox deyil. Harid dedi ki, hər yerdən bir söz gəldi. Nəfəxatul üns. Nəfəhatul üns. Bunu yazın burada. Bəlkə bu olar, amma hələ feylən yazaq ki, Nəfəhatul üns. Əbvab-ı inayətin fəthi birlə işarət və verildi. Həman, yəni Quranda istixarə elədi, beləsi gəldi ki, başla. Əbvab-ı inayətin fəthi birlə işarət verildi. Həman fəzli haqqə təvəssül və lütfi xudaya təvəkkül eyləyib tərcüme-i kitaba iqdam etdim və ədai məramidə və soğ kəlamidə Mevlana Cami rəhmətullah teala əsərincə getdim. Mevlana Cəlaləddin Mevlana Caminin deyir, dalısıcan hərəkət elədim. Zira məşayixin əhvali və əqvali bəyanında siyaq ibarətdir, riayət istiarət kəlami məhəll və mərami müxillidir. Mümill üstürəm. Zira məşayixin əhvali və əqvali bəyanında siyaq ibarətdə riayət istiarət kəlami mümill və mərami müxillidir. Ki, kəlam əhlullah cəvamiül kələmdir və bir muradi şərh edib bigin tərh qılıb binin ehtimalən olacaqdır, binin, yəni minin, binin tərh eyləyib fəsahət izhar etmək məhzən fəzahətdir. Mənə tay. İstəyirəm fəsahət, gətirəm fəzl, izhar fəzl eləyəm, özümü xərablıram. لو كان البحر مدادا مداد الكلمات ربي لو كان البحر مدادا لكلمات ربي لنفد البحر قبل أن تنفد كلمات ربي. Nitekim ol ustad roşennahad rahmetullah teala kendinin tabirini onların ibarati üzere qəsr etmişdir. Qəsr etmək kiçiltmişdir, xilas etmişdir. Və bəyan və təfsirini onların işarati üstünə həsr eyləmişdir. Yəni, əksəriyyə ibarətlərini beeynuha irad qılmış. Ya təhdül ləfz mənaları ilə inşa edib yazmış. Əlfazun dəymə bir təqəyyüdündən ehtimalə əlfazın dönmə bir təqəyyüdündən qaçmamış və əksəri mütəşabihatını həll edib açmamış. Güya ki, əhl olana məlum və naəhl olanlara məhrum olsun demək qəsdin etmiş. Zira bunlar Haqq-ı Teala'nın əminləridir. Naəhlə kəşf və əsrar eyləmək haramdır. Bulurlar. Fəlabüd ondan ehtiraz qılırlar. Pəs həman üslub ixtiyar olunub ol kitab-ı mişkin nüqab min əvvəlihi ilə axirihi tərcümə olundu və müqəddəmatında bir neçə vərəq əhval-i əbrar və ətvar ixtiyar edən və təbəqat ricalül qeybidən külliyyət üzərinə icmal qılındı ki, ma la yədrükü külləhu, la yətrükü külləhu və cabeca sihətə erişən mənqəbətlərindən bəyan edib zəmimə edildi və fəhm muradində və fəhm muradidə təqid göstərilən kələmat be eyniha irad olunub
qüdrət verdikincə yenə kəndlərinin təfsiri birlə həll olundu və məşayix Rumidən və sair mütəəxxirin təriqətdən ol kitabında zikr olmayan əzizlərin mənaqibindən hər qənqisinə ki, əla təriq səhhəti zəfər bulundu, əla vəcil ixtisari irad olundu. Nəzm. Fəhəmdülillah, sümmə həmdü ilah, əla ma kəsana, rəda əl-kəram, və şükrullah, sümmə şükrə ilah, əla ma hədaya şükr nəəmi. Yəni hezar şükr minnət. Bu əmniyyətün itmami və bu bəqiyyətün ixtitami şül əyyamidə müyəssər və məqəddər oldu. Ki padişah İslam cəlibdir. Burada bəlkə bir şey eşitdik. Ki padişah İslam zillullahül milkil əllam vasıtı əqd sahib qran rabıtı əqd GT ستانی باسط الامن والامان مهدی الرحمت فی الزمان مالک الممالک الدنیا بالطول والعرض المشرف بشرفی و جعلکم خلائف فی الارض لا تقرأوا خطبة الحرمين الشريفين إلا بأمره السامي ولا تضربوا سكة العرب والعجم إلا باسمه النامي خلاصة الإيجاد والأعيان المؤيد بجنود لم تروها في العيان المختص بكرامة لم يسبق بها أحد من السلاطين الأولين والأساطين الآخرين و قطب دایره العدالة و مرکز محیط الجلاله مرید الاتقیاء محب الاسفیا فریدون فری سکندردür mefkar Ali Osman. Kimin zamanında yazılıbdır? Calibdir burası. Şimdi ben buraya görək buradan bir şey gətirəm. Bu tərəfdə yazan. Əvvəl dedi ki, bu Əli Şir-i Nəvai. Bunu bir də buraya yazaq. İkinci deyir ki, Fridunfer Sikəndərdür məfxəri Ali Osman Sultan Süleyman İbni Sultan Səlim xan. Həman Sultan Süleyman Qanunidən söz gedir. Sultan Süleyman İbni Sultan Səlim xan Həzrətləri Allah Teala rəhmət eləsin. Xallədəhu subhanəhu mülkəhu və sultanəhu ilə axir zaman və la zalə təbaşir mütaşir ə'lam xilafətəhu min mətalil fəthi və zəfəril talətə və ma bərəhə zəlal təlal xiyam rəfətəhu. Bir səfə yarımdan sonra gedəcək kitab başlayacaqdır. Əla əhli ulubəru el-müdürsatət nə deməkdir bunu bilmirəm. Satə əhtə və ənarallahu burhan əslafi bi ənva'il əhsani vəl ikram ilə qiyami saati və saati qiyam. Əngürüs mənhus ve mahlusun üzerine fergurum ve ashab-ı nagus içinde beni el-asfar lügati şöhret bulmuştu. Yok. Bir de okuyayım. Engerus, menhus ve mahlusun üzerine fergurum ve ashab nagus içinde benil asferliğle asferin oğulları şöhret bulmuştur ve ebedehu asnamun ve erbab namus arasında mübarizet ve celadetle müteber olmuştur. Cəlladlətlə, yəni cəlladlıqla. Əsakir İslam
İndi burada əvvəl gedək Sultan Süleymanın da bir tarixini çıxardaq, görək bu kitabla tutur ya yox. Sultan Süleyman İbni Sultan Səlim Xan. Sultan Süleyman İbni Sultan Səlim Xan ibarət Osmanlıdır və mənası belədir. Sultan Süleyman İbni oğlu Sultan Səlim Xan, Sultan Səlim Xan. Yəni ibarət belədir. Sultan Süleyman Sultan Səlim Xanın oğlu. Bu ibarət Osmanlı tarixində məşhurdur. Solomon the Magnificent. Babası Səlim Osmanlı dövlətinin 10-cu sultanıdır. Doğumu 900-cü ildə olubdur. İndi bu kitabda deyir ki, sultanın bir də yazaq. Sultan Süleyman doğum 900 Hicri qəməri, taxta çıxması taxt 926 974 926 974 974 Osmanlı mənbələrdə ad adətən belə yazılır. Əs-Sultan Süleyman Xan İbni Sultan Səlim Xan. Tamam, bu qədər eləməni görər. İndi bu kitab ha zaman yazılıbdır? Buna bir dəfə diqqət eləyək. Dedik ki, kitab 881-ci ildə başlayıbdır. 926-cı ildə qutarıbdır. 27-ci ildə, üzr istəyirəm. Bu zaman kitab qurtarır, Sultan Süleyman taxta oturubdur. Bir ildən çoxdur. Ya bir ildir. Taxta oturubdur. Yəni, Sultan Süleymanın taxta oturmaq zamanında bu kitab başlanıbdır. Üzr istəyirəm. Bu kitab qutarıbdır. Yazılırmış hələ. Bir il ya ta 2 ildə çəkib ki, bu yazı qutara. Aynı zamanda indi Əngərus, Mənhus və Məhlusun, indi burada da bunu danışır ki, bunlar kimləndir? Əsakir İslam və Əlam, Nüsrət-i Əlam ilə yürüyüb Belqrad nam qələsinin üstünə düşdü. İndi Belqrad qələsinin fəthi tarixinə də baxaq. Tarixi fəthi Qəl-i Belqrad nədir? Ki, bu o tarixdə indi bir şey deyirik. Əsl və Belqrad qalasının fəthi tarixində iki önəmli dönəmi nəzərdə tutmaq olar. Çünki bu şəhər stratejik baxımdan çox önəmli idi. Əsli və böyük fəth. Qanuni Sultan Süleyman dönəmi, əslisi bu zaman olubdur. Belqrad qalası 1521-ci tarixdə, yəni 927-də, diqqət buyurun, kitab qutarır, istir qutara. 927-ci ilin Hicri qəməri Ramazan ayının 25-də Qanuni Sultan Süleyman tərəfindən fəth olundu. Bu qələbə Osmanlının Avropa içərilərinə, özəlliklə Məcaristana doğru yolunu açdı. Tamam, bu qədər görək. Yəni, bu kitabı yazanda burada işarə eləyibdir. Bu da bir dəlildir ki, hələ kitabı o zaman yazıbdır ki, ora fəth olubdur. Üstünə düşdü ki, Darül Küfrün rükn-i rəkini və diyar-ı şirkün həsn-i həsinidir. Mənanində fələk və var üstüvar. Nə mənə? Burada oxuya bilmədim. Mətanətdə ehtimalən oxuyaq. Mətanətdə fələkvar, üstüvar və əsbab və alat cədali əncüm kirdar bişmarıdır. Qər-i xəndəqiğur zəminidə və fərqi
Cusagi, Cusak, Cavasık, Cusak, Cavasık. İhtimalen daş atarlar, şey atarlar, indi onun adı bilmirəm nədir, o olacaqdır. Cusak burada yazın. Cusak. Daş atan da hər halda şey o zaman istifadə olurdular. Covsaq sözü əski mətnlərdə, tarixi kitablarda və əlyazmalarda tez-tez rast gələn memari istilahlardan biridir. Bu sözün kökünü və mənasını. Pəs burada şey olur, qələnin o gözlənilən yerləri. Bu sözün əsli farsca küşk sözündən götürülüb ki, ərəbcələşərək biz bilirsiniz, bunları sözləri qəbul eləmirik. Fəqət bəzi ittilat, kəlmənin mənasını almaq üçün, yoxsa bilirik ki, türk dili Cusaq şəklinə düşübdür. Mənası lüğətdə kiçik saray, uca imarət ya küşk mənasındadır. Tarixdə Cusaq-ı Xaqani, tamam, deyir ki, şeydə, Cusaq bəs oldu o şey. Və fərqi Cusaqi çərxi bərinidədir. Mutuni qilal kəlcibal, mutuni qilal kəlcibal quruni geçirməklə, mutuni qilal qüllələr, kəlcibal quruni geçirməklə ahən olmuşdur və dəruni əhrüməz kafir ilə çuhi qaf kimi tutulmuşdu. Bu zamana gəlincədək neçə şəhriyar, kamkar, sahib giranlər əskəri cərrar və sipah əncümşumar ilə ol qəl'i fələk kirdarın fətis sudasında olub zeyli hesanətinə qüdrətləri əli irmədi. Və biqyaz sikkə və xutbə sahibləri, maliş şəhr و diyar qəhrəmanları bi hesab tup و tüfənc atçilərin göndərib əlbəttə tup و tüfənc atçilərin, at sürənlərin yəni. Atçilər əlbəttə burada tüfənc atanlara demək olar. Atçilərin göndərib ziyan و tiğ و sinan cövhərbar ilə xastar olub əqdinə rəğbətlər göstərdilər. Kimsənə sinə boyun vermədi. Həsrətül müluk olub qalmışdı ancaq səlatinin bəğrinə dağ urub, ümid vəslətələ gönüllərin almışdı. Nəzm. Güya dövəli qəl'ə üzrə atilən top təşlərin cəm edib bir yerə çərx əcram əncüm verdi. Nam seyli vəş bank ətrafında ya anın ətrafında ağan qanların göstərər adın şəfəq qoyub bu dövran sübh şam tünə döndü. İndi buranı oxuyuram da qurturam. Yəni o bir səfədə qurtuluram çünki vaxtımız da daha çox şişdi. Ağ qanlar göstərir adın şəfəq qoyub bu dövran sübh şam tönə dedikləri, tönə su adıdır ehtimalən. Qabaqca kitablarda oxuduğumuza görə deyirəm. Tönə dedikləri nəhri cari ki, nə ceyhunə bənzər, nə seyhunə tuğyanidə. Tuğyanidə ummanidən sərkeş və asidir. Zahirə gərçi mülayim görünür, vəli nəhadi qayətdə qasidir. Ol hesari gərdun və Qarun səddi sədidi. Qarun ehtimalən işarə olur Qur'andakı Qarun şəxsə və Qarun səddi sədidi bəndən olmuşdu. Məgər kim onun həsrətindən səlatin-i maziyənin iqtədiği ağıtdığı göz yaşları cəm olub bir bəhri bikəran olmuşdu. Pəs padişah-ı nüsrət pənah la asiməl yevmi min əmrillah deyib
fərri səadət və kərri siyadətlə onu zamanıda ədna zamanıda səni 27 və 900 bunu yazaq. Səni 27 700 927-də. Bəs 9 səni 27 və 927-də dən şəhr Ramazanıda ol qəl'i fələk kirdari be yari bari fəth eyliyib məmalik mühimmiyyəsinə zəmm etdi. Və qulubi küffarə tamam kəsr verib dərun əhl İslami xürrəm etdi. Və ondan qeyri bir neçə qila və buqai təhd təsərrüfünə gətirib nəhbi غنایم انوال و وهبی سوایم انفال ilə mücahidini müxtənəm qıldı. Məabid əsnami məsacid İslam qılınıb beşarət namələr ətraf-ı məmalikə və əşnaf-ı məsalikə yayıldı. Pəs bi ixtiyar bülbül can nəğmi səralıq edib və tarixində tarix ey Fatihi mülk Əngərus deyib rəngin tərənnüm etdi və bi ixtiyar tuti cənan şükr xaliq göstərib ol tarix mükərrər olsun üçün Misrə bilad Əngərusi eylədi fəth deyib şirin təkəllüm eylədi. Çünki tarix səadət ayat itmam kitab Fərxundə Məab, yəni bu zaman diqqət buyurun, kitab bu zaman uzadır. Çünki tarix səadət ayat itmam kitab Fərxundə Məab ilə mutabib və müvafiq gəldi. Fəlabüddə be tərcüme dilpəzirün və təzkiri la nəzirün ism mübarəki Fəthül Futuhil Mücahidin li tərvic qulubil müşahidin verildi. Kitabın adını çevirdi. Kitabın adını çevirdi. Nə qoydu? Futuhil Mücahidin li tərvici qulubi el-müşahidin. Tamam, kitabın adın hangi ildə? 927-də. 927-də Hicri qəməri və hara idi oranın adı? Qələ. Allah Allah, indi burada yazmışdıq bir yerdə. Qeysaq buradan taparıq. Belqrad. Qələ-i Belqrad, yəni Belqradı da bu gün indi biz Bulqaristan. Tamam. Kitabın adın Belqradın fəthindən sonra şahid olduğu üçün kitabın adını değiştirdi və Fəthül Mücahidin qoydu. Tamam. Üst-üstə az oxumamışıq, okey, yaxçıdır. Mən indi burada hər 100 səhifədən bir 2-3 sətr oxuyacağım, çox yox. Buna görə ki, fəqət nə deyirlər, kitabın içinə də biraz tanış olaq. Burada kitabın 100-ci səhifəsi ehtimalən olacaq, baxın görün. 186-da kitabda. O səhifədə yox. Burada bir Əbu Abdullah Salimi deyə bir şəxsiyyəti Allah rəhmət eləsin, onun adını gətiribdi. Əbu Abdullah Əs-Salimi Qəddasallahu Teala ruhəyi adı Əhməd ibn Salim el-Bəsridir. Bəsrədə idi. Səhl Təstərinin şagirdidir. O 30 yıl ya 60 yıl anla olmuşdu.
ve təriqəti ondan əxz etmişdi. Şeyxülislam etdi. Əbu Abdullah Salimi demişdi ki, Haqq-ı Teala əzəldə hər nəsnəyi gördü. Diqqət buyurun, bunun hər kəsin sözündən bir şey gətirir. Əzəldə hər nəsnəyi gördü. Bu sözlə ondan e'raz etdilər. Şeyx Əbu Abdullah xəfif edər. Bu söz qədəmi dəhr idi. Şeyxülislam etdi. Əbu Abdullah xəfif insaf üzərə getmədi. Mümkündür ki, onun muradi didar ilm olə. Bu Əbu Abdullah Salimiyyə sürdülər ki, xəlaiq ortasında əhlullahi neylə bürürlər? Etdi lətafət lisan və hüsn əxlaq və bəşşaşət vəch və səxayi nəfs və qulli etiraz və qəbul üzr. Həşm üzr eylərsə yanlarında və kəmal şəfəqət birlə cəmi nasa nəzər iyi olsun, yatlı olsun. Tamam. Gedək 200, indi yəni kitabda gedirik PDF-də 211-ə gəldik əlbəttə, biraz gedim dalıya. 201. Tamam. Bu da Şeyx Əbu Abdullah Bakür Rəhmətullah Teala adı Əli ibn Məhəmməd ibn Abdullahdır. İbn Baküyə deməklə mərufdur. Ulumidə mütəbəhhir idi. Cavanlığında Şeyx Əbu Abdullah Xəfifi görmüşdü. Ondan sonra Şirazidən səfər edib Nişaburidə ustadım İmam Qəşiri ilə və Şeyx Əbu Səid ilə mülaqat etmişdi. Və Şeyx Əbul Abbas Nəhavəndi ilə bir müddət müsahibət eyləmişdi və ortalarında təriqətdə çox söz geçmişdi və Şeyx Əbul Abbas onun fəzlinə və sibqinə etiraf göstərər idi və ondan sonra Şirazə gəldi və tağda bir məqarədə ki, Şirazə qəribidir münzəvi oldu və cəmi məşayix sufiyyə və üləma və füqəra onun söhbətinə daima mülazimət edərlərdi. Hicrətin 442-sində vəfat eylədi. Ol vaxtda ki, Şeyx Əbu Səid Əbul Xeyr Nişaburdə idi. Ustadım İmam Əbul Qasim Qəşiri onlardan istida etmişdi ki, hər həftədə bir gün xangahında məclis edələr. Mənbər qoymuşlardı və üzərinə libas örtmüşlərdi və xəlaiq gəlirlərdi və otururlardı. İttifaq bir gün Şeyx Əbullah, biraz daha buradan getir, əvvəllər çox çətin, bu qismətlərə gələndə biraz görürük ki, rahatdır. Gedək 300-cü səhifədən də biraz oxuyaq. Bu da 305, 200. Tamam. Görək ki, bu səhifədə, yəni 300-cü səhifədə kim vardı? Şeyx Şəmsiddin Səfi. Görək bu Şeyx Şəmsiddin Səfi kimdir? Bu Səfi adı məni biraz Səfəvilərə görə gətirdi. Biraz qıdıqladı. Şeyx Şəmsiddin Səfi rəhmətullah Teala məşayix kibaridən idi və halat əzim və kəramat büzürc issi idi. İssi nə deməkdir? Bunu bilmirəm. Şul vaxtında ki, Şeyx Nəcibüddin xizməti Şeyx Şəhabəddin niyyətinə Bəğdada əzimət etmişdi. Şeyx Şəmsiddin onun rəfiqi idi və ol Şeyx Nəcibüddinidən Qur'an oxumuşdu və Şeyx Nəcibüddin ondan bir miqdar fiqhdən oxumuşdu və xizmət Şeyxdə bir-biri ilə məhəbbət edişlərdi. Şeyx Nəcibüddin demişdir ki, çün Şirazə döndük, xidməti Şeyx bana xirqə icazətin yazdı. Və Şeyx Şəmsiddin üçün dəxi yazdı və 40 ədəd dəxi yazdı. Külah verdi. 20'sin bana və 20'sin Şeyx Şəmsiddinə və hər külahın üzərinə Şiraz ululərindən birinin adını yazmış və buyurdu ki, çün Şirazə erişəsiz
ol benim niyabetimle bunları onlara giydirəsiz ki, adları anda yazılmışdır. Ondan sonra qeyrilərə xirqə giydirəsiz. Bu da bu şeydən, şəxsidən. Gedək 400-cü səhifə kitabın sonudur və oxumuşuq əlbəttə də. Oradan da əgər olsa bir neçə kəlmə şeirdən izafə oxuyaq. Bu birisi səhifədən, yəni son səhifənin nəzmidən başlayaq. Yəni buradan acaba burada bir şey vardı oxumağa. Aha, burada bir kitab adı gəlir. Buna baxım. Deyir ki, bu fəqir xaksar və həqir bimqdar deyir Dəxtaliyə. Və hər neçə ki nəzər etdim, bir nəfs görmədim ki, bir nəfs haqq ilə hazır ola. Cümləsini əsir qəflət gördüm. Ana ağlarım dedi. 14 yaşına vəfat etdi. Rəhməhullah Teala behəmdullah Teala vel minnə. Kitab-ı Nəhfəhatul Üns min Həzəratul Qudsun Qudsi ki Allah əhlullah kiram və məşayix izamın qəddəsallahu Teala əsrarahum mənaqib-i illiyə və silsili səniyyələri bəyanındadır ki, Qudbətül füqəra və üsvətül füzəla Mevlana Nami Şeyx Abdurrahman Cami cəm etmişdi. Bu fəqir xaksar və həqir bimiqdar Məhmud ibn Osman ibn Ali şəhir bil Lamiyi zərrivar və qətri kirdar ol həqiqət künüşlərin və təriqət və mərifət dənizlərinin ənvar himmətlərindən istedad qudrət və bəhar inayət və bihar inayətlərindən istimdad qüvvət edib o nebari yar eyliyib ol kitab-ı səadət ayabın səadət bu kəlməyi ayabı qabaqdan da oxumuşduq ki, ayab bek indi onu və ol kitab-ı səadət ayabın türki lisan ilə tərcüməsinin itmamını xeyr ilə müyəssəl və ixtitamını yəsr ilə müqəddər etdi. Ümizvari oldur ki, ol kərəmi rəvlər, ol kərəmləvlər ki, qədəmi sidq səfa ilə badiyi tələb rahində qət'i mənazil və tilg mərahil etmişlərdir və iki xütbə ilə birin nəfsə və birin canə basıb Kəbə-i mətlubə və təbibəyi məqsudə ermişlərdir və dilləri murid əxlaq ilahi və canları əsrar namütənahi olmuşlardır və icad aləmdən hikmət anların vücud buranı oxuya bilmirəm vücud bir udləridir, nə mənədir bilinmir və nizami bəni Adəmdən qərəz anların məqami kəşf şuhudləridir, anların əxlaq vaqı və əfali və məqamat və əhvali bəyanında mühiblərinin əsərincə getməklə və müridlərinə təşəbbüh etməklə səci əshab-ı kəhf kimi Haqqı Sübhanəhu və Teala ibadi idadindən mədud və külabi hesabından kilab kələbin cəmidir da it deməkdir və kilabi hesabından məhsub eyləyə bilutfihi və fəzlihi yoxsa bunların əsrar və kəramatından söz söyləmək və rumuz güftarını və künuz kirdarını həll eyləmək qələm gibi hər şikəstə zəban və qasırın və dəvat misal hər bəstə dəhan və siyah xatırın vəzifəsi dəyildir nəzm. Bunlar o şəhlərdir kim tərk-i saman etdilər. Bunlar o şəhlərdir kim tərk-i saman etdilər. Təxt و milkü əfsər əhlin bənd fərman etdilər. Haqq budur ki bunların didarıdır didar haqq. Haqq budur ki bunların didarıdır didar haqq. Ol səbəbdən özlərin aləmdə pinhan etdilər. Hər biri qəvvas dəryayı şuhudi qeyb olub, masəvadan göz yumub fəth olu can etdilər.
Ündüb o bir əldə iki aləmi manəndi çuy. Ehtimalən oxuya bilmirəm bura. Endürüb də ola bilər. Endüb. Oynadıb. Oynadıb bir əldə iki aləmi manəndi çuy. Ya da quy. Quy ola bilər. Yəni bu yumru şüşə kimi. Oynadıb bir əldə iki aləmi manəndi quy. Seçər düb. Sıçırdıb himməti səməndin əzmi meydan etdilər. Sıçırdıb, sıçırmaq, hoppulmaq yəni. Sıçırdıb himmət səməndin əzmi meydan etdilər. Kənz əsrar həqiqi batinlərində hifz üçün zahiri surət rüsumin cümlə viran etdilər. Cərşi xurşid ruxin hər biri qıldı zir miğ. Leyç şərq و غربی غرق nuri yazdan etdilər. Harf nəqşin qeyri yox yüyüb. Harf nəqşin qeyri yüyüb lawh-i xatirdən tamam. Dilləri səhfini üstürlab irfan etdilər. Dilləri sühəfini üstürlab irfan etdilər. Kəbe-i məqsud üçün yüz ürdülər qəm atəşinə. Kəbe-i məqsud üçün yüz ürdülər qəm atəşinə. Canların rah-ı visal-i haqda qurban etdilər. Görsə haqqi əcəmi ərşi kürsüdən keçib. Görsə haqqi əcəmi ərşi kürsüdən keçib. Çün bu yolda gözlərin dil tənrinin tənlərin can etdilər. Görsə haqqi əcəmi ərşi kürsüdən keçib. Ərşi kürsüdən keçib. Çün bu yolda gözlərin dil tənlərin çün bu yolda gözlərin dil tənlərin can etdilər. Olsalar hər ləhzə bunu oxuya bilmirəm. Olsalar hər ləhzə təkmi olsalar hər ləhzə təkmi vaqifi əsrar-ı qeyb. Mülk-i dində bunları çün kim nicəhban etdilər. Var ümidim ölməyəm, olmayam rəddi dəri kühəndən bunların. Var ümidim olmayam rəddəri kühəndən bunların. Yazmağa iş bu kərameti çu ehsan etdilər. Ayrımə yüzük, ayrımə yüzük izlərindən, ayrımə yüzün izlərindən lame-i kim bu yolun, gərçə kim əşkali çoxdur, leyk asan etdilər. İşgali çoxdur, leyk asan etdilər. Ondan sonra tarixə geçir ki, bunu da oxumuşduq. Beləliklə bu günləri çox ciddi bir kitabla tanışdıq. Təəssüflə mən qüsur elədim. Gərək bu böyük ariflərdən, böyük insanlardan ki, böyük alimlərdən, böyük düşünürlərdilər. Bunların bir neçəsinin adını çəkəydik, oxuyaydıq. Çünki bunlar, bu insanlar düşünürdülər, yol yaradıblar. Qaranlıqlarda bir şəmlər, çıraqlar yaradıblar ki, biz gedək. Təəssüflə biz bunları tanımırıq. Tanımadığımız üçün də yolu azmışıq, azqınlıqda gedirik. Getmişik, müxtəlif Avropalılar, Amerikalılar, İngilislilər nə deyibsə onların adamlarını tanırıq. Yəni özümüzünkiləri tanımırıq. Bunlar da düşüncə qoyublar ortaya, onlar da düşüncə qoyublar. Amma biz nədən isə özümüzün adamlarımızı tanımırıq. Düşüncələrlə də tanış deyilik. Təəssüflə mənim 60 il ömrüm hədərə gedib. Heyf olsun. Günüz gecəz xeyri qalsın. Allah ömür verirsə və ürəyimizə salırsa